Elhamdülillah ve salatu ve selamu ala Resulillah və alə alihi və sahbihi və mən ihtədə bi hudən məbəd. Biz davam edirik. Şeyx Abdurrazaq Həfzəllahın İmanın Artma kitabının risaləsini oxumasına. Və Şeyx imam haqqında qısa məlumat verdikdən sonra keçir sələflərin bu imanların artması ilə necə məşğul olmaq barəsində danışır. Və buyurur ki, Həfzəhullah, وَلَقَدْ كَانَ السَّلَفُ رَحِمَهُ اللّٰهُ مِنَ الصَّحَابَةِ وَمَنْ بَعْدَهُمْ يُعْنُونَ بِإِيمَانِهِمْ إِنَايَةً كَبِيرًا. Və deyir ki, keçmiş sələflər, sahabələr və onlardan sonra gələnlər imanlarını çox inayət göstərərdilər. Çox maraqlanardılar imamları ilə. Və yəhtəmmunə bihi ihtimam bəliğ. Ona çox diqqət ayırardılar. وَالْآثَارُ مَنْقُولَةٌ عَنْهُ فِي تَفَقُّدِ الْإِيمَانِ وَالْعَمَلِ تَقْوِيَتِهِ وَتَجْدِيدِهِ كَثِيرًا. Və onların imanlarını artırılması barəsində və gücləndirməsi barəsində və imanlarını axtarılması barəsində zəifdir, güclüdür deyə axtarmaları, yoxlamaları barəsində çoxlu əsərlər varid olmuşdur. Və həmin əsərləri şeyx qeyd edilir və ən birinci Xulafə-i Raşidlərdən olan Ömər bin Xattab radiyallahu anhdan başlayır və buyurur ki, Fəkənə Ömər bin Xattab radiyallahu anhu xalifədə Raşid yaqul yasabi. Raşid xəlifə Ömər bin Xattab radiyallahu anh öz yoldaşlarına belə deyərdi. Həlümmə nəzdədu imanənə. Gəlin imanımızı artıraq. Və fi lafzın başqa bir ayədə Təalu nəzdədu imanənə. Gəlin imanımızı artıraq. Əy nəcəsə. Yəni oturaq. Nəzkurullaha təbarəkə və təalə. Allahı xatırlayaq. Və nəzkuru cənnə. Cənnəti xatırlayaq. Və nəzkuru cənnər. Odu xatırlayaq. Və nəzkuru va'dallah və ba'dahu. Allahın vədin və vaadın xatırlayaq. Və nəzkuru rəcəəhu və xavfə. Allahın bizə verdiyi ümidi, Allaha qarşı olan gümanımızı xatırlayaq və Allaha qarşı olan qorxumuzu xatırlayaq və beləcə deyir imanımızı artıraq. Yəni, Teala Ömər radiyallahu anh sözü budur ki, gəlin bu şeylərlə xatırlayaraq Allahın bizə verdiyi nimətləri, cənnətin, cəhənnəmin və verdiyi gözəllikləri xatırlayaq, çəkindiyi şeyləri xatırlayaq, hətta imanımız gücləşsin, artsın. Və kən Abdullah bin Məsud radiyallahu anh yaqul. Abdullah bin Məsud radiyallahu anh belə deyərdi. İclusu binə nəzdədu imanən. Gəlin oturun bizimlə imanımızı artıraq. Və kən yaqul fi duayı. Və o öz duasında belə deyərdi. Allahümmə zidni imanən və yaqinə və fikrən. Ey Allahım, mənim imamımı, yəqinliyimi və fikrimi artır ki. Mənim imamımı, İbn Məsud radiyallahu anhu, böyük sahabə belə deyərdi. Allahümmə zidni imanən və yaqinən və fikrən. Ey Allahım, mənim artır ki, imamımı, yəqinliyimi və fikrimi. Yəni dinini anlayışımı artırın. Və kənə Muaz ibn Cəbəl radiyallahu anhu yaqul. Və Muaz ibn Cəbəl radiyallahu anhu belə deyərdi. İclusu binə nu'minü səyə. Bizimlə gəlin oturun bir saat imanımızı artıraq. İclusu binə nu'minə. Biz oturun imanımızı bir saat iman gətirək. Daha doğrusu oturun bizimlə bir saat iman gətirək. Və kən Abdullah bin Rəvahə radiyallahu anh yəxudu biyədi nəfəri min əshabihi fəyəqul. Abdullah bin Rəvahə öz yoldaşlarından birinin əlindən tutaraq belə deyərdi. Təalu nu'mini səə. Gəlin bir saat iman gətirək. Təalu fənəzkurullaha fənəzdədu imanə bitəatihi. Gəlin imanlı Allah'a zikr edək və Allah'a itaətlə imanımız artsın. Ləalləhu yəzkuruna biməğfirətə. Bəlkə Allah subhanahu taala bizi məğfirəti ilə xatırladı. Allah'a itaətimiz necə deyərdi sahabə? Gəlin bir saat iman gətirək. Gəlin Allah'ı xatırlayaq. İtaəti ilə iman edərək imanımız artsın. Allah'a itaətlə imanımız artsın. Bəlkə Allah subhanahu taala bizi məğfirəti ilə xatırlayar. Və yəqul Əbu Darda radiyallahu anhu. Əbu Darda radiyallahu anh belə buyurur. Min fikhil abdi ən ya'ləmə əmuzdədunhu əm muntaqisun. Deyir, qulun fikrindəndir ki, yəni qulun dini biligindən irəli gələn amildir ki, qul imanına baxmalıdır. O artmaqdadır və yaxud da naqisləşməkdədir, azalmaqdadır. Yəni qulun fikrindən, elmindən
xəbər verən amil nədir? Qulun imanı ziyadə, yəni artmaqda olduğunu və yaxud da azalmada olduğunu nəzər salmasındadır. Və min fikil abdə ən yəlimə nəzəqatı şeytan ənəhu ənəyyəti tətihi. Və həmçinin qulun fikrindəndir ki, elmindəndir ki, şeytanın onu azdıracaq yerləri bilməsidir. Yəni bilir ki, qul şeytan onu hardan azdıra bilər. Hansı şeydə, yəni şeytanın azdıracaq yollarda harda zəif olduğunu bilir. Bilir ki, yəni bu işi görsə, bu günaha qarşı bunda nə var? Zəifçilik var. Bilir ki, şeytan bunu azdıra bilər. Bu da qulun olan fikrindən, qulun şəriət elminin dən xəbər verməkdədir. Və buyurur ki, əy dəlil alə fikə ən yazıra fi əmri imani əvə ziyadəti şeyx həmçinin Əbu Darda radiyallahu anh'ın sözünə aslama verər, buyurur ki, qulun imanının artmasını, yəni fikrindəndir ki, qul imanın azalıb və artmasına baxması. Fəkəsri minəz yanqusu imanı və ləyəntəbih. Çox insanlar var ki, imanı azalır, naqisləşir, lakin diqqət yetirmir. Və həzə min dafil fikr və basirə. Və bu da fikrin və bəsirətin zəif olmasından xəbər verir. Və kənə Umeyr ibn Habib Xatmi radiyallahu anhu yaqul. Umeyr ibn Habib Xatmi radiyallahu anhu belə buyurardı: Əl-imanu yazid və yanqus. İman artır və azalır. Fəqilə və mə ziyadətu və nüqsanuhu. Ona dedilər ki, onun artması və azalması nədir? Qal, belə buyurdu. İzə zəkarnallaha azza və cəl və həmidnəhu. Allahı xatırlasaq, həmd etsək və səbbəhnəhu, təsbih etsək, subhanallah deyəcək, fəzəlikə ziyadətuhu. Və bu imanımızın artmasıdır. Və izə qafəlnə və dayya'nə və nəsinə fəzəlikə nüqsanuhu. Əgər qəflətə düşsək, zay etsək və unutqanlıq göstərsək, bu da onun imanının zəifləməsidir. Və kənə القمة ابن قيس النخعي رحمه الله وهو أحد كبار التابعين وأجلاهم يقول لأصحابه امشوا بنا نزداد إيمانا. Əqləmə ibn Qays Nəxi rəhməllahdan isə belə gəlir, o da tabiinlərin böyüklərindən və hörmət sahibi olanlarından olub və buyurur ki, o belə deyərdi öz yoldaşlarına: İmşu binə, gəlin bizə nəzdəd imən, imanımızı artıraq. Və suilə Abdurrahman ibn Amrin Əvzə'i rahiməhullah anil imani yazid. Abdurrahman ibn Amr Əvzə'i rahiməhallahdan imanın artırmı deyə sual verirlər. Qal nəəm, həttə yakunu kəlcibəl. Deyir, bəli, hətta dağlar qədər olur. Fəqilə əfəyənqus, və ondan yenə soruşurlar ki, azalırmı, naqisləşirmi? Qalə nəəm, deyir, bəli, naqisləşir, hətta lə yəbqa minhu şey, hətta ondan heç bir şey qalmayana qədər iman azalır. Və sulə İmam Əhməd rahiməhullah anil iman. İmam Əhməddən rahiməhullahdan iman barəsindən soruşurlar. Əy yazidu və yanqus. Artır, azalırmı iman deyə soruşurlar. Qalə yazidu hətta yəbluğa ə'lə səməvəti səb. Deyir ki, iman elə artır ki, hətta 7 qat göyə belə çatır. Və yanqisu hətta yasiru ilə əsfəli səfilinə səf. Hətta və elə naqisləşir, azalır ki, hətta 7 qat yerin altına qədər belə gedib çatır. Və buyurur ki, və əsəru və nuqulu ani sahbəl və təbini və imməti fi həzə mənə kəthira. Və şeyx buyurur ki, bu barədə sahabə və tabinlərdən və imamlardan gələn əsərlər çoxdur. ومن نظر في سير هؤلاء الصحابة والتابعين وأئمة أجلاء أدرك كيف كانوا يتفقدون إيمانهم. Kimdir sahabə və tabinlərin və hörmətli imamların həyatlarına nəzər salarsa, görər ki, onlar necə imanların axtarardılar. Və yəstəmnə fi ziyadə və təqviyə. Necə onlar can atardılar imanlarının artmasına və güclənməsinə. ويتعبدون عما ويبتعدون عما يضعف وينقصه. Və necə də o imanı zəiflədəcək amillərdən və naqisləşəcək amillərdən uzaq durardılar. Və həqqəzə şə'nə fi kulli mən ittəbə ihsan, mən ittəbə'hum bi ihsan. Və bu da onlara gözəl şəkildə tabi olanların yolu olmalıdır.
Qala Abdullah, qala Şeyx Abdurrahman ibn Sa'di rahimehullah. Şeyx Abdurrahman ibn Sa'di buyurur ki: "Fel abdul mu'min muvaffiq la yazalu yasir fil emrayni." Deyir ki, müvəffəq olmuş qul iki əmr arasında səy etməkdədir. Yəni yaşamaqdadır, getməkdədir. Ahaduhuma tahaqququl iman və furuhi və tahaqquq bihi ilman və amalan və halan. Onların ən birincisi imanı təhqiq etməkdir, həyata keçirməkdir. Bütün halda, bütün imanın bütün qolları ilə, əsilləri ilə, elm və əməl və halı ilə. Birincisi nədir? Şeyx Sədi Rəhməllah deyir ki, qul, bu iki şey müvəffəq olan qul, bu iki şeydə olmalıdır onda. Görsənməlidir. Birincisi nədir? İmanı təhqiq etməlidir həyatına, yaşayaraq, elm və əməl və hal üzrə. İkincisi isə səy fi təqvi mə yunafihi və yunaqiduhu əv yunqisuhu min fitnəti zahirə və batinə. İkincisi isə imanı zəiflədəcək, aparacaq, naqisləşdirəcək fitnələrdən, zahiri və batini fitnələrdən uzaq durmasıdır, dəf etməsidir. Və yudav mə qassara minə əvvəl və mə təcrə aleyhi minə səli. Və birincisini zəiflədəcək şeyləri, yudavi məqassara, birinci, yəni imanı zəiflədəcək, təksir edən şeyləri gücləşdirməli. Və mətəcəlli minəsəni və ikinci şeylərdə isə güclü olmalıdır. Və tövbətu və nəsi və səni və buyurur ki, və bittövbəti nəsi və tədrəkə əmri qablə və fəvətihi və səhih tövbə ilə deyir, bunları insan əldə edə bilir. Səhih tövbə ilə insan imanında olan zəiflikləri, boşluqları aradan qaldıra bilir. Və fi həzihi tənbihun alə əhəmmiyyəti muraətə cənibeyni. Və şeyh buyuruyor ki, burada çox mühüm bu iki tərəfdən çox mühüm bir diqqət yönəltməli bir şey var. O da fəyunəl abd bi cənibi təcridil iman və qüvvəti və ziyadə. İnsan, mömin, qul daha doğrusu imanını artıracaq tərəflərə, gücləndirəcək tərəflərə baxmalı və onu gücləndirəcək, kamilləşdirəcək itaətləri yerinə yetirməli, Allahın əmrlərini yerinə yetirməlidir. Və ikincisi isə qul nədir? Səy fi dəfil umur ləttüz bilimət. Onu imanı zəiflədəcək amilləri və naqisləşdirəcək amilləri və hədə yetətələm marifətə əmri nazim. Bu uzaq durmalıdır və bu da hər iki şey barəsində insanın elminin olması gərəkdirir. Sonra əməlu və səyu təqdiq və sonra hər iki şeyi əmr etməlidir. O iki şey nədir? Əsbəbu, birincisi əsbəbu ziyadətil iman və qüvvətihi, imanın artma səbəbi və güclənmə səbəbi, artması, yəni ziyadə və güclənmə səbəbi. İkincisi isə əsbəb-i nöqs-ül iman və imanın zəifləmək və naqislik səbəbləri. İnsan bu iki səbəbi bilərsə, imanını qorumuş olar. Birincisi, imanı artıran və gücləndirən səbəblər, ikincisi isə imanı azaldan və zəiflədən səbəblər.